Mərhəmətli və rəhimli Allahın adı ilə. Sələm yiyənlər qəbirlərindən şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların alış-veriş də sələmçilik kimidir demələrinə görədir. Halbuki Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra sələmçiliyə son qoyarsa, olub keçənlər ona bağışlanar və onun işi Allaha qalar. Sələmçiliyə qaydanlar isə od sakinləridir. Onlar orada əbədi qalacaqlar. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. Həqiqətən iman gətirib salih əməllər edən, namaz qılan və zəkat verənləri Rəbbinin yanında mükafatlar gözləyir. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.